Lerikin Kələxan kəndində sadə bir ailədə dünyaya göz açıb Əli Qismət Yaqublu uşaqlıqdan könlündə bir arzu daşıyıb, hərbçi olmaq. Bu arzu ilə böyüyüb və həyat yolunu da məhz onun üzərində qurub. Əli Qismət gördüyünüz bu evdə doğulub. Burada böyüyüb, 9-cu sinifə qədər orada 3 saylı məktəbdə oxudu. Sonra oradan Naxçıvansk adına hərbi liseye daxil oldu. Oranı bitirdikdən sonra Ali Hərbi Akademiyaya girdi. O bizim əlimizdən çıxıb, bizim vətənin, bizim dövlətin övladı oldu. 2015-ci ildə xidmətə başlayan gənc leytinant öz istəyi ilə keçmiş təmas xəttinə yaxın əraziyə göndərilir. 2016-cı ilin aprel döyüşlərində şücaət göstərir. Daha sonra xüsusi təyinatlı qüvvələrdə xidmətini davam etdirir. Gənc olmasına rəğmən ona kimya xidmət rəisi kimi mühüm vəzifə tapşırılır. Vətən müharibəsinin ilk günlərindən döyüş meydanında olub Əli Qismət. Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı, ardınca zəfər yürüşü Şuşaya qədər uzanıb qəhrəmanın. O işlədiyi müddətdə həmişə döyüş bölgələrində işləyib. Heç vaxt arxada olmayıb. Müharibənin o odun, alovun o bizə heç vaxt bildirmədi. Heç vaxt. Amma ən çoxu cəbhə bölgəsindən onu deyirdi ki, biz mütləq qələbə qazanacağıq ana. Yurt sevgisini ömrünün hər anına daşıyan, uşaqlıq xəyallarını şəhadət zirvəsində gerçək edən baş leytinant Əli Qismət Yaqublu Şuşa uğrunda döyüşlərdə igidliklə vuruşub. Noyabrın 5-də qəhrəmanlıqla şəhid olub. Yaxın günlərdə orada olacaq. İnşallah. Qardaş Əli Qismətdir. Eşq olsun. Nə o bizi düşündü, nə öz uşaqlarını düşündü, nə ailəsini düşündü. Ancaq vətən, torpağı ermənilərdən azad eləmək. Bir dəfə mənə dedi ki, ata, müharibədə hər şey ola bilər. İşte şəhid olsam məni babanın yanında dəfn elərsə, orada yer var. Tarixi zəfərdə xüsusi xidmətləri olan Əli Qismət Yaqublu Azərbaycan bayrağı ordeninə layiq görülüb. Döyüşlərdəki şücaəti Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin, Şuşanın azad edilməsinə görə, şücaətə görə və vətən uğrunda medalları ilə qiymətləndirilib. Əli Qismət atasına vəsiyyət etdiyi kimi babalarının yanında, doğma Kələxanda uyuyur. Onun adı doğulduğu kənddə ən yüksək zirvədə əbədiləşib. Əli Qismət el obası üçün bir zirvədir artıq. Kələxanın Qala dağından düşüb, Şuşanın dağlarına Əliyalın qalxan qəhrəmanlıq zirvəsi. Günel Habir qızı Nicat Nağzadə, Vüqar Şıxəliyev, Orxan Cahangir, ASTV xəbər.